Pulos Həvarinin Qorintlilərə yazdığı 2-ci məktub. Müqəddimə. O adam ki, Məsihdən almış həqiqi azadlığı dadıb, təbiətən bu xoş xəbəri ayrı insanlara yetirmək üçün də can atır. İstəyir ki, onlar da bu həqiqi azadlığa yetişsinlər. Amma bu elə də asan bir iş deyil. Çünki bu xoş xəbər eşidənlərdə qalibən səhv düşüncələr yaradıb, xəbər gətirənə əziyyət səbəbi olur. Pulos bu məktubda o əziyyətlərdən danışır ki, İncilin xoş xəbərini ayrı insanlara yetirməkdə başına gəlib. Bu məktub Qorintdə yaşayan imanlıların ürəklərinə qüvvət və təsəlli tökür. Fəsil 1. Tanrının iradəsi ilə Məsih İsa'nın həvarisi Pulos və Timtaus qardaşdan, Tanrının Qorintdə olan kilisası ilə bütün Əxaiyədə olan müqəddəslərin hamısına, atamız Tanrıdan və Rəbb İsa Məsihdən sizə feyz və barış olsun. Mütəbarək olsun Tanrı və Rəbbimiz İsa Məsihin atası ki, mərhəmətlərin atası və bütün təsəllilərin Tanrısıdır. O ki, bizə bütün müsibətlərimizdə təsəlli verir ki, biz də hər cür müsibət altında olanlara Tanrının bizə verdiyi təsəlli ilə təsəlli verə bilək. Çünki necə Məsihin əzabları bir çox ölçüdə bizimdir, eləcə də Məsihin vasitəsilə təsəllimiz bir çox ölçüdədir. Əgər biz müsibət altındayıq, bu sizin təsəlli və nicatınız üçündür. Və ya əgər təsəlli tapırıq, sizin təsəlliniz üçündür ki, elə bizim həmən çəkdiyimiz əzabların səbrlə dözməyində təsirli olur. Və sizin barədə olan ümidimiz sabitdir. Çünki bilirik ki, bizim əzablarımızda şərik olduğunuz kimi, bizim təsəllimizdə də şərik olacaqsınız. Çünki ey qardaşlar, İstəmirik ki, Asiya əyalətində başımıza gələn müsibətdən bixəbər olasınız. Necə həddimizdən artıq və taqətimizdən çox ağır yükləndik, elə ki, həyatdan belə ümid kəsdik. İçimizdə ölüm hökmünü hiss etdik, lakin bu onun üçün oldu ki, özümüzə yox, ölüləri dirildən Tanrıya təvəkkül edək. O ki, bizi belə böyük ölümdən qurtardı və qurtarar. Və ona ümid bağlamışıq ki, bizi yenə də qurtaracaqdır. Siz də dualarınızla bizə kömək edirsiniz ki, bir çoxlarının duası sayəsində bizə əta olunan lütfdən ötürü bir çox kimsə bizim üçün Tanrıya şükür etsin. Çünki fəxrimizin səbəbi, yəni vicdanımızın şəhadəti budur ki, biz bu dünyada xüsusən də sizin haqqınızda cismani hikmətlə yox, Tanrının feyzində, müqəddəslik və Tanrıya məqbul olan səmimiyyətlə rəftar etdik. Çünki oxuduğunuz və anladığınızdan başqa sizə heç bir şey yazmırıq və ümid edirəm ki, axıra kimi anlayacaqsınız. Necə ki, bizi qismən də olsa anladınız ki, Rəbbimiz İsa'nın günündə biz sizin fəxrinizik, siz də bizim fəxrimizsiniz. Bu yəqinliklə əvvəl sizin yanınıza gəlməyə qəsd etdim ki, siz bir bərəkətə 2 dəfə nail olasınız. Və sizdən keçib Məqduniyəyə gedim və Məqduniyədən yenə sizin yanınıza gəlim və sizin köməyinizlə Yəhudiyə üçün yola düşün. Bu niyyətdə olmaqla, məgər mən yüngül rəftar etdim və ya mənim hədəfim cismani bir hədəfdir ki, məndə əvvəl bəli-bəli, amma sonrası yox-yox olsun. Lakin Tanrı əmindir ki, bizim sözümüz sizə həm bəli, həm yox deyil. Ona görə ki, sizin aranızda bizim, yəni mənim Silvanosun və Timotausun vəz etdiyi Tanrının oğlu İsa Məsih, həm bəli, həm yox deyildi, amma onda bəlidir. Çünki Tanrının vədələri nə qədər çox da olsa, Məsihdə bəllidir.
Ona görə də Məsihin vəsiləsilə biz də amin deyə bilərik ki, bizim vasitəmizlə Tanrı cəlal tapsın. Tanrıdır ki, bizi sizinlə bərabər Məsihdə sabit durdurur və məsh edir və bizi möhürləyib və müqəddəs ruhunun beyni ürəyimizə qoyub. Tanrını canıma şahid tuturam ki, sizə rəhm etdiyim üçün indiyə kimi Qorintə gəlməmişəm. Bu, o demək deyil ki, güya biz sizin imanınız üstündə hakimik, yox. Biz sizin şadlığınız üçün sizinlə çalışırıq. Çünki imanınızda sabit durursunuz. Fəsil 2. Amma mən buna qərar verdim ki, sizin yanınıza cinə kədər dolu gəlməyim. Çünki əgər mən sizə kədər gətirsəm, kədər verdiyim sizlərdən başqa kim məni şad edə bilər? Mən də məhz buna görə sizə yazdım ki, məbada yanınıza gəldiyim vaxt elə o kimsələrdən kədər görüm ki, məni şad etməliydilər. Çünki sizin haqqınızda inandığım budur ki, mənim şadlığım hamınızın şadlığıdır. Çünki müsibətin çoxluğundan və ürək istirabından çox gözyaşı ilə sizə yazdım. Nə ki sizi kədərləndirim, lakin mənim sizə olan bol məhəbbətimi dərk edəsiniz. Əgər bir kimsə kədər gətirib, məni yox. Mübaliğə etməyərək deyim ki, qismən hamınızı kədərləndirib. Belə adama əksəriyyət tərəfindən verilən tənbih bəsdir. Elə ki, sizə daha artıq lazımdır ki, onu bağışlayıb, ona təsəlli verəsiniz, məbada belə bir adam həddindən artıq kədərə qərq olsun. Buna görə təşviq edirəm ona olan məhəbbətinizi təkrar bərqərar edəsiniz. Çünki bu səbəbdən də sizə yazdım ki, sizi imtihan edib görüm, aya hər şeydən mütisiniz? Kimə bir şey bağışlayasınız, mən də bağışlayaram. Çünki doğrudan da bağışladığım şeyi, əgər bir şey bağışlamış olsam, onu Məsihin hüzurunda sizin xatiriniz üçün bağışladım ki, şeytan bizə üstün olmasın. Çünki onun fitnələrindən xəbərsiz deyilik. Məsihin İncilinin xoş xəbərini yaymaq üçün Troasa gəldiyim vaxt Rəbdə mənə bir qapı açıldı. Amma qardaşım Titosu tapa bilmədiyim üçün ruhum rahat olmadı. Lakin oradakılarla vidalaşıb Məqduniyyəyə getdim. Amma Tanrıya şükürlər olsun ki, bizi həmişə Məsihin zəfərində qabağa aparır və hər yerdə bizdən onun mərifətinin xoş rayəsini zahir edir. Çünki biz Tanrıya həm nicat tapanlar arasında, həm də həlak olunanlar arasında Məsihin xoş ətiriyik. Birinə ölüm üçün ölüm rayihəsiyik, o birinə də həyat üçün həyat rayihəsi. Və kim bu şeylərə kifayətdir? Çünki biz bir çoxları kimi deyilik ki, Tanrının kəlamını ticarət vəsiləsi edək. Lakin xüsusiyyətdən və Tanrıdan olan kimi Tanrının hüzurunda Məsihdə danışırıq. Fəsil 3. Məgər özümüzü cinə tərif etməyə başlayırıq və ya bəzilər kimi sizdən ya da sizə tövsiyənamələrə ehtiyacımız var. Bizim naməmiz siz özünüzsüz ki, ürəklərimizdə yazılıb və bütün insanlar tərəfindən tanınıb və oxunub, siz görsədirsiniz ki, bizim xidmətimizin sayəsində Məsihin məktubusunuz. Mürəkkəblə yazılmış yox, yaşayan Tanrının ruhu ilə. Daş lövhələri üstündə yazılmış yox, insan ürəyinin lövhələri üstündə. Və Məsihin vasitəsilə bizim Tanrıya belə bir etimadımız var. Ona görə yox ki, güya bizdə elə bir qabiliyyət var ki, bizdən bir şey əmələ gəlsin. Yox, bizim qabiliyyətimiz Tanrıdandır ki, bizi təzə əhdin qabiliyyətli xidmətçisi etdi. Hərfin yox, müqəddəs ruhun. Çünki hərf öldürür, amma ruh yaşadır. Lakin, əgər ölüm gətirən xidmət, yəni hərfləri daş lövhələrdə həkk olunmuş, o qədər şöfkətlə gəldi, elə ki, Musanın üzündəki ehtişam, fani olan halda İsrail oğulları onun üzünə baxa bilmirdilər. Bəs necə ruhun xidməti ondan daha çox şöfkətli olmayacaq?
Çünki əgər məhkumiyyət gətirən xidmətin şövkəti var, salihlik gətirən xidmətin daha çox şövkəti olacaq. Ona görə ki, şövkətli olan şey bu xüsusda, şövkətdə onu ötən şeyin qabağında şövkəti olmaz. Çünki əgər fani olan şövkətlədir, nə qədər çox baqi olan şövkətdə olacaq. Buna görə, belə bir ümidimiz var ikən, böyük cəsarətlə danışırıq. Biz Musa kimi deyilik. O üzünə örtük çəkdi ki, İsrail oğulları keçib gedən şövkətin axırını görməsinlər. Lakin onların zehinləri kör olub. Çünki bu günə kimi qədim əhd oxunanda həmən örtük götürülməmiş qalır. Çünki bu örtük Məsihdə götürülür. Hətta bu günə kimi belə. Musanın yazıları oxunan zaman onların ürəkləri üstünə bir örtük çəkilir. Amma nə zaman ki bir insan Rəbbə dönür, bu örtük aradan qaldırılır. Rəbb müqəddəs ruhdur. Rəbbin ruhu harada olsa azadlıq da oradadır. Amma biz hamımız açıq üzlə Rəbbin şövkətinə ayna imiş kimi baxırıq və şövkətdən şövkətə keçib elə o surətə də təbdil olunuruq. Bu da Rəbdəndir ki, müqəddəs ruhdur. Fəsil 4. Bunun üçün indiki aldığımız mərhəmətə görə bu xidmətimiz var, yorulmuruq. Amma ayıb olan gizli şeyləri rədd etmişik. Hiləgərliklə rəftar etmirik. Tanrının kəlamını təhrif etmirik. Ancaq həqiqəti görsədib, Tanrının hüzurunda özümüzü hər kəsin vicdanına tövsiyə edirik. Və əgər xoş xəbərimiz örtülüdür, həlak olanlara örtülüdür. Yəni, o imansızlara ki, bu əsrin Allahı onların zehinlərini kör edib, elə ki, Tanrının surəti olan Məsihin şövkətinin xoş xəbərinin nuru onları aydınlatmasın. Çünki biz özümüzü yox, Məsih İsanı Rəbb vəz edirik. Özümüz də İsa'nın xatirinə sizin qullarınız. Çünki qaranlıqdan işıq parlasın deyən Tanrı elə odur ki, ürəklərimizdə işıqlanıb, elə ki, Məsihin camalında Tanrının şövkətinin mərifətinin nurunu əta etsin. Amma bu sərvəti saxsı qablarda saxlayırıq ki, bu lap üstün qüdrət bizə yox, Tanrıya aid olsun. Hər tərəfdən müsibət altındayıq, amma əzilməmişik. Heyranıq, amma çarəsiz deyilik. Əzab çəkirik, amma tərk olunmuş deyilik. Yıxılırıq, amma həlak olmamışıq. Həmişə hər yerdə İsa'nın ölümünü bədənimizdə gəzdiririk ki, İsa'nın həyatı da bədənimizdə zahir olsun. Çünki biz diriləri İsa'nın xatirinə daim ölümə təslim edirlər ki, İsa'nın həyatı da fani olan bədənimizdə zahir olsun. Beləcə, ölüm bizdə işləyir, amma həyat sizdə. Yazılıb ki, inandım, ona görə də danışdım. Biz də elə həmən o imanın ruhu ilə inanıb, ona görə də danışırıq. Və bilirik də ki, Rəbb İsa'nı dirildən, bizi də İsa ilə dirildəcək və sizinlə bir yerdə öz hüzuruna çıxardacaq. Çünki bütün bunlar sizin üçündür ki, çox insanların üstünə çoxalan feyz, Tanrının şövkəti üçün şükürlərə səbəb olsun. Buna görə biz yorulmuruq. Zahiri varlığımız pozulsa da, daxili varlıq gündən-günə təzələnir. Çünki keçib gedən yüngül müsibətlərimiz bizim üçün elə böyük və əbədi bir şövkət hasil edir ki, heç bir şeylə müqayisə oluna bilməz. Çünki biz görünən şeylərə yox, görünməyən şeylərə baxırıq. Ona görə ki, görünən şeylər keçib gedən, amma görünməyən şeylər əbədidir. Fəsil 5. Bilirik ki, əgər bu yerdə olan çadır evimiz yıxılsa, göylərdə Tanrıdan bir imarətimiz var. Əllə tikilməmiş əbədi bir evimiz. Çünki bu evdə ah çəkirik və arzulayırıq ki, göydən olan məskənimizi geyinək. Nə qədər ki, onu geyinmişik, lüt görünməyəcəyik. Doğrudan da biz bu çadırda olarkən, ağır bir yük altında ah çəkirik. Çünki soyunmaq yox, geyinmək istəyirik ki, fani olanı həyat udsun.
Bizi bu məqsəd üçün hazırlayan Tanrıdır ki, müqəddəs ruhun beyni bizə verdi. Buna görə də həmişə cəsuruq və bilirik də ki, bədəndə yaşadıqca Rəbdən uzaqdayıq. Çünki görünüşlə yox, imanla rəftar edirik. Deyirəm, biz cəsuruq və bədəndən köçüb Rəbbin yanında məskən etməyi daha çox istəyirik. Onun üçün də çalışırıq ki, istər evdə, istər qürbətdə ona məqbul olaq. Çünki bizim hamımıza lazımdır ki, Məsihin hökm təxtinin qabağında zahir olaq ki, hər birimiz bədəndə yaşayarkən gördüyümüz yaxşı və ya pis işlərin əvəzini alaq. Buna görə Rəbdən qorxmağın nə olduğunu bilərək, biz insanları qane etməyə çalışırıq, lakin nə olduğumuz Tanrıya aşkardır və ümid edirəm ki, sizin vicdanınıza da aşkardır. Özümüzü yenə sizin yanınızda tərifləmirik, lakin sizə fürsət veririk ki, bizdən ötürü fəxr edəsiniz. Elə ki, ürəkdə yox, zahirdə fəxr edənlərə bir cavabınız olsun. Əgər biz ağlımızı itirmiş olsaq, bu Tanrı üçündür. Yox, əgər ağlımız başımızda olsa, bu sizin üçündür. Çünki Məsihin sevgisi bizi zorlayır və biz qane oluruq ki, hamı üçün biri öldü, beləcə hamı öldülər. Və o hamı üçün öldü ki, yaşayanlar artıq özləri üçün yox, onların yolunda ölən və dirilən üçün yaşasınlar. Buna görə biz indidən belə heç kimi cismani baxımdan tanımırıq. Əgər Məsihi cismani baxımdan tanımış olsaq da, artıq indi elə tanımırıq. Bunun üçün kim Məsihdədir, təzə məxluqdur, köhnə şeylər keçdi, bax indi hər şey təzə olub. Bunların hamısı Tanrıdandır, o Tanrıdan ki, bizi Məsihin vasitəsilə özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. Yəni, Tanrı Məsihdə olub, dünyanı özü ilə barışdırırdı və təqsirlərini onlara saymırdı və barışdırma kəlamını bizim içimizdə qoyub. Deməli, biz Məsihin elçiləriyik, elə bil ki, Tanrı bizim vasitəmizlə irtibat qurur. Məsihin əvəzində sizə yalvarırıq ki, Tanrı ilə barışasınız. O, günahı bilməyəni, bizim əvəzimizdə günah etdi ki, biz onda Tanrının salihliyi olaq. Fəsil 6. Və onunla birlikdə işləyərək, sizə də yalvarırıq ki, Tanrının feyzini boş yerə qəbul etməyəsiniz. Çünki o deyir, məqbul vaxtda sənə qulaq asdım, nicat günündə sənə kömək etdim. Bax, indi məqbul vaxtdır, bax, indi nicat günüdür. Biz heç bir şeydə, heç kəsin inciməsinə səbəb olmadıq ki, xidmətimiz etibardan düşməsin. Lakin hər şeydə özümüzü Tanrının xidmətçiləri görsədirik. Çox taqət gətirməkdə, müsibətlərdə, çətinliklərdə, pərişanlıqlarda, kötəklərdə, həbslərdə, ixtişaşlarda, mehnətlərdə, yuxusuzluqlarda, acılıqda, paçlıqda, mərifətdə, səbirdə, mehribanlıqda, müqəddəs ruhda, əsil məhəbbətdə, həqiqətin sözündə, Tanrının qüdrətində, sağ və ya sol əllərimizdə salihlik silahları ilə, hörmət və hörmətsizliklə, məzəmmət və təriflə, aldatanlar sayılsaq da dürüst adamlarıq. Naməlumlar sayılırıq, amma çox da məşhur. Ölən adamlar sayılırıq, amma bax diriyik, cəza çəkirik, amma cinə də ölümə verilmişik. Gəmcinlər kimi, lakin həmişə şad, yoxsul, lakin bir çoxlarını varlayan, heç bir şey olmayan, lakin hər şeyə malik olan. Ey Qorintlilər, sizinlə açıqca danışdıq, sizə ürəyimizi açdıq. Biz sizə olan məhəbbətimizi sizdən əsirgəmirik. Sizsiniz ki, bizə olan məhəbbətinizi bizdən əsirgəyirsiniz. Bunun müqabilində, uşaqlarıma danışan kimi danışıram. Siz də ürəyinizi açın. İmansızlarla bir yuğa girməyin. Çünki salihliklə şəriətsizliyin nə müşarikəti, nurla qaranlığında nə rəfaqəti ola bilər? Məsihlə şeytan arasında nə münasibət ola bilər və ya imanlı ilə imansız arasında
nə müştərək bir şey ola bilər? Tarının məbədinin bütlərlə nə razılığı ola bilər? Çünki biz yaşayan tarının məbədiyik, necə ki, tarı dedi, onlarda sakin olub, aralarında yeriyəcəyəm, onların tarçı olacağam, onlar da mənim xalqım olacaqlar. Buna görə Rəbb deyir, onların arasından çıxın, onlardan ayrılın, nəcis bir şeyə toxunmayın, mən də sizi qəbul edəcəyəm. Hər şeyə qadir olan Rəbb deyir, sizə ata olacağam, siz də mənə oğullar və qızlar olacaqsınız. Fəsil 7. Beləcə, ey sevgililər, bu vədələrə malik olaraq, özümüzü hər cür cismani və ruhani napaçlıqdan təmizləyək və tarının qorxusunda müqəddəsliyi kamala yetirək. Ürəklərinizdə bizə yer verin. Heç kimi incitmədik, heç kimi fəsada çəkmədik, heç kimdən öz mənfəətimiz üçün istifadə etmədik. Bunu sizi məhkum etmək üçün demirəm, çünki əvvəlcə də dedim ki, ürəyimizdə elə bir yeriniz var ki, sizinlə bir yerdə ölürük, bir yerdə də yaşayırıq. Sizə olan etimadım böyükdür. Sizin haqqınızda etdiyim fəxr böyükdür. Təsəlli ilə doluyam, bütün müsibətimizdə şadlıqdan coşuram. Çünki hətta Məqduniyyəyə gəldiyim vaxtda bədənimizin rahatlığı yox idi. Hər tərəfdən sıxılırdıq. Eşikdə davalar, içəridə qorxular. Lakin əzilənlərə təsəlli verən tarı, Titosun yanımıza gəlməsi ilə bizə təsəlli verdi. Nə ancaq onun gəlməsi ilə, o təsəlli ilə də ki, o özü sizin yanınızda tapıb. Sizin böyük həsrətinizi, ağlaşmağınızı və mənə olan qeyrətinizi bizə xəbər verəndə daha artıq sevindim. Çünki əgər yazdığım məktubla sizi qəmgin etmiş olsam da, peşman deyiləm. Gərçi peşman oldum, ona görə ki, görürəm sizi qısa bir müddət üçün olsa da qəmgin etdi. Amma indi mən sevinirəm. Qəmgin olduğunuz üçün yox, onun üçün ki, sizi tövbə etmək dərəcəsinə qədər qəmgin etdi. Çünki siz tarının istədiyi şəkildə qəmgin olundunuz, elə ki, bizdən heç bir zərər çəkməyəsiniz. Çünki tarının istədiyi şəkildə qəmgin olmaq elə bir tövbəni hasil edir ki, nicata aparan və peşmansızdır, lakin dünyanın qəmi ölümü hasil edir. Çünki görün elə bu, yəni tarının istədiyi şəkildə qəmgin olmaq sizdə nə böyük cəhət, nə qədər üzrxahlıq, nə hiddət, nə qorxu, nə həsrət, nə qeyrət, qələt işin ziddinə də nə intiqam hasil etdi. Siz hər şeydə görsətdiniz ki, o cəhətdən məsumsunuz. Beləcə sizə yazdığımı haqsızlıq edən adamdan ötürü və ya haqsızlıq çəkən adamdan ötürü yazmadım. Onun üçün yazdım ki, tarının huzurunda sizin bizim haqqımızda olan qeyrətiniz sizə aşkar olsun. Buna görə də təsəlli tapmışıq. Bizim təsəllimiz bir yana, Titosun şadlığı bizi daha çox sevindirdi. Çünki onun ruhu sizin hamınızdan təzələnib. Çünki əgər onun yanında sizin barədə fəxr etmiş olsam da, xəcil olmamışam. Lakin bu şeyləri sizə necə həqiqətdə danışdıq, eləcə də Titosun yanında etdiyimiz fəxr həqiqət çıxdı. Və hamınızın itaətini, necə qorxu və rəlcə ilə onu qəbul etməyinizi xatırladıqca, sizə olan sevgisi daha çox artır. Sizə hər şeydə bel bağlaya bildiyim üçün sevinirəm. Fəsil 8. Qardaşlar, İstəyirik ki, tarının Məqduniyyə kilisalarına verdiyi feyzdən sizi agah edək. Böyük müsibətlərlə imtihan olunduqları halda, onların bol-bol şadlığı və dərin yoxsulluğu, onların səxavətlərinin varlığında coşu baxdı. Və mən şahidəm ki, gücləri çatana qədər, hətta daha da artıq öz istəkləri ilə verib, bizə çox yalvardılar ki, müqəddəslərə xidmət etmək işində iştirak üçün onlara icazə verək.
Və bu, bizim güman apardığımız kimi deyildi. Lakin onlar əvvəl özlərini Rəbbə, sonra da Tanrının iradəsi ilə bizə təqdim etdilər. Buna görə biz Titosdan xahiş etdik ki, bu ehsan işini əvvəldən necə başlamışdı, eləcə də sizinlə birlikdə bitirsin. Amma necə ki, siz hər şeydə, imanda, bəyanda, mərifətdə, hər cür cəhddə və bizə olan məhəbbətinizdə əfsəlsiniz, bu ehsan işində də əfsəl olasınız. Bunu bir əmr kimi yox, özgələrin cəhdinin səbəbilə məhəbbətinizin xalisliyini məhək vurmaq üçün deyirəm. Çünki siz Rəbbimiz İsa Məsihin feyzini bilirsiniz. O, varlı olduğu halda sizin xatirinizə yoxsul oldu ki, siz onun yoxsulluğu ilə varlı olasınız. Bu haqda mən nəzərimi verirəm, çünki bu sizin üçün faydalıdır ki, keçən ildən bəri ancaq başlamaqda yox, istəkdə də əvvəl adamlarsınız. İndi də bu işi başa çatdırın ki, necə onu istəməkdə hazırlıq var idi, onu gücünüz çatana qədər başa çatdırmaqda da hazırlıq olsun. Çünki əgər istək olsa, insanın əlində olmayana görə yox, əlində olana görə məqbul olur. Çünki bu onun üçün deyil ki, özgələrə rahatlıq və sizə sıxıntı olsun. Lakin bərabərliyə görədir ki, indi sizin bolluğunuz onların ehtiyacını rəf etsin və onların da bolluğu sizin ehtiyacınızı rəf etsin və beləcə bərabərlik olsun. Necə ki yazılıb, çox yığanın artığı, az yığanın da əskiyi olmadı. Tanrıya şükür olsun ki, həmən cəhdi sizin üçün Titosun ürəyinə də qoydu. Çünki o ancaq bizim xahişimizi qəbul etmədi, daha da çox cəhd edib, öz istəyi ilə sizin yanınıza gedib. Biz də onunla o qardaşı göndərdik ki, İncilin xoş xəbərinin işində onun tərifi bütün kilisalarda yayılıb. Və nə ancaq bu, kilisalar tərəfindən də təyin olub ki, Rəbbin öz cəlalı üçün bizim tərəfimizdən iradə olunan bu ehsan işində bizimlə səfərə çıxıb istəyimizi görsün. Və ehtiyat edirik ki, məbada bu səxavətli hədiyyənin idarə etməsində kimsə bizi etibarsız etsin. Çünki diqqət edirik ki, ancaq Rəbbin gözündə hörmətli olan yox, insanların gözündə də hörmətli olanı yerinə yetirək. Onlarla bərabər qardaşımızı da göndəririk ki, onu dəfələrlə imtihana çəkib nə qədər cəhdli olduğunu görmüşük. Və indi sizə olduğu o böyük etimadı üçün daha da çox cəhd edir. Titosa gəlincə, o mənim yoldaşım və aranızda mənim həmkarımdır. Qardaşlarımıza gəlincə, kilisaların elçiləri Məsihin də şövkətidirlər. Beləcə, kilisaların huzurunda məhəbbətinizin və sizin haqqınızda etdiyim fəxrin səbəbini açıqca onlara göstərin. Fəsil 9. Çünki müqəddəslərə bu xidmət etmək haqqında sizə yazmaq məncə artıqdır. Çünki kömək etməyə istəyinizin olduğunu bilirəm. Və bunun üçün sizin haqqınızda Məqduniyəlilərin yanında fəxr edirəm ki, Əxayiyyəyə keçən ildən bəri hazırdır və sizin qeyrətiniz bir çoxlarını hərəkətə gətirib. Lakin qardaşları göndərmişəm ki, sizin haqqınızda olan fəxrimiz bu xüsusda əbəs olmasın və dediyim kimi siz hazır olasınız. Məbada əgər Məqduniyəlilər mənimlə gəlsinlər və sizi hazır olmamış görsünlər və biz, demirəm siz, bu etimad üzündən xəcalət çəkək. Bundan ötürü də mən qardaşlardan xahiş etməyi lazım gördüm ki, irəlidən sizin yanınıza gəlsinlər və vədə edilmiş ehsanınızı qabaqcadan hazırlasınlar. O halda ehsan kimi hazırlanmış olar və tamahkarlıqdan bir əsər onda olmaz. Və bu da ki, xəsisliklə səpən, xəsisliklə biçər. Bolluqla səpən də bolluqla biçər. Hər kəs ürəyində niyyət etdiyi kimi versin.
Kədərlə ya da məcburi yox. Çünki tarı şadlıqla verəni sevir. Və tarı qadirdir ki, bütün feyzi sizə bol etsin, elə ki, hər şeydə həmişə kifayətiniz olub, hər xeyir əməl üçün dövlətli olasınız. Necə ki yazılıb, dağıtdı, yoxsullara verdi, salihliyi əbədə kimi bərqərar qalır. Əkinçi üçün toxum və yemək üçün çörək verən, əkmək üçün toxumunuzu verib çoxaldacaq və salihliyinizin məhsulunu artıracaq. Siz kamil səxavət üçün hər şeydə dövlətli olacaqsınız ki, bizim vasitəmizlə tarıya şükür gətirəcək. Çünki bu mənsəbin xidməti ancaq müqəddəslərin ehtiyaclarını rəf etmir, onların tarıya verən şükürləri ilə çoxalıb daşır da. Bu xidmətinizlə verilən sübuta görə tarıya həmd edəcəklər ki, iqrar etdiyiniz Məsihin İncilindən itaət edib, onları və hamını səxavətlə şərik edirsiniz. Onlar da tarının sizdə bol olan feyzindən ötürü sizə müştaq olub, sizin üçün dua edirlər. Tarıya onun sözlə bəyan oluna bilməyən ətası üçün şükürlər olsun. Fəsil 10. İndi mən Pulos, şəxsən Məsihin həlimliyi və mülayimliyi adına sizdən xahiş edirəm. Mən ki, aranızda hazır ikən həlim, lakin qayb ikən cəsuram, xahiş edirəm ki, hazır olanda, məcbur qalmayım ki, bəzilərin ziddinə dediyim cürətimi görsədim, o adamların ziddinə ki, bizim rəftarımızı cismani güman edirlər. Çünki cismdə yerisək də, cismə görə cəng etmirik. Çünki cəngimizin silahları cismani deyirlər. Lakin qalaları yıxmaq üçün tarının qüdrətinə malikdirlər. Biz nəzəriyyələri və tarının mərifətinə zidd duran hər batil şeyi yıxırıq və hər düşüncəni Məsihin itaətinə əsir edirik. Və sizin itaətiniz nə zaman təkmil olsa, hər cür itaətsizliyi cəzalandırmağa hazırıq. Aya hər şeyə zahiri görünüşünə görə baxırsınız? Əgər kimsə özündə bu yəqini var ki, Məsihindir, qoy cinə də özündə düşünsün ki, o özü necə Məsihinkidir, biz də eləyik. Çünki hətta əgər Rəbbim bizə verdiyi iqtidarına fəxr etsəm də, utanan deyiləm. O iqtidara ki, sizi yıxmaq üçün yox, sizi daha çox bina etmək üçündür. Çünki istəmirəm elə görünüm ki, güya məktublarımla sizi qorxuduram. Çünki deyirlər, məktubları ağır və qüdrətlidir, amma şəxsi görünüşü təsirsiz, nitqi də həqirdir. Belə düşünən adam qoy bilsin ki, biz qayib ikən, məktublarımız vasitəsilə sözdə necəyik, hazır ikən əməldə də eləyik. Çünki bizdə o cəsarət yoxdur ki, özümüzü, özlərini tərifləyən bəzilərinə oxşadaq, ya da onlarla müqayisə edək. Onlar özlərini özləri ilə ölçərək və özlərini özləri ilə müqayisə edərək anlaqsız olurlar. Amma biz həddimizdən artıq fəxr etməyəcəyik. Lakin tarının bizə ölçü təyin etdiyi o sahənin ölçüsündə fəxr edib sizə də yetişib çatacağıq. Biz sizə yetişməyənlər kimi özümüzü uzatmırıq. Çünki Məsihin İncilinin xoş xəbəri ilə sizin çatdığınız yerə biz əvvəl çatdıq. Biz həddən artıq, yəni özgə bir adamın zəhmətinə fəxr etmirik. Amma ümid edirik ki, imanınız böyüdükcə, biz də öz həddimizin içində daha da artıq vüsət tapaq. Elə ki, İncilin xoş xəbərini sizin otayınızdakı ölkələrə də vəz edək və özgə birinin ölçüsündə başa çatdırılmış üçün fəxr etməyək. Lakin qoy fəxr edən adam Rəbbə fəxr etsin. Çünki özünü tərif edən yox, Rəbbin tərif etdiyi adam məqbul sayılır. Fəsil 11.
Kaş ki, biraz ağılsızlıqda mənə dözsəydiniz. Lakin doğrudan da mənə dözürsünüz. Çünki sizin haqqınızda Tanrının qeyrəti ilə qeyrətliyəm. Çünki sizi tək bir ərə, Məsihə adaqlı etdim ki, sizi Məsih üçün paç bir bakirə qız kimi təqdim edim. Lakin qorxuram ki, necə ilan Həvvanı öz höqqəbazlığı ilə aldatdı, sizin də fikirləriniz Məsihdə olan saflıq və paçlıqdan uzaq düşsün. Çünki əgər biri gəlib bizim vəz etmədiyimiz bir insanı vəz edir və ya aldığınız ruhdan başqa bir ruhu alırsınız və ya qəbul etdiyiniz İncildən ayrı bir İncil qəbul edirsiniz, buna məmnuniyyətlə dözürsünüz. Amma heç şeydə özümü faiq həvarilərdən əskik saymıram. Hətta əgər nitqdə məharətsiz olsam da, mərifətdə elə deyiləm. Amma hər halda biz bunu hər şeydə sizə aşkar etdik. Və ya məgər günah etdim ki, sizi ucaltmaq üçün özümü alçatdım. Çünki Tanrının İncilini sizə müftəvəz etdim. Sizə xidmət etmək üçün özgə kilisaları soyub onlardan maaş aldım. Və ya yanınızda olan zaman, ehtiyacda olanda da heç kəsə yük olmadım. Çünki qardaşlar Məqduniyyədən gəldikdə ehtiyacımı tamamən rəf etdilər. Və hər şeydə özümü saxladım ki, məbada sizə bir yük olum və belə etməyə də davam verəcəyəm. Məsihin məndə olan həqiqəti haqqı üçün Əxaiyə bölgələrində kimsə məni bu iftixarımdan məhrum etməyəcək. Nə üçün? Sizi sevmədiyimə görə Tanrı bilir. Lakin etdiyimə davam verəcəyəm ki, fəxr etdikləri xüsusda bizimlə bərabər sayılmaq üçün fürsət axtaranlara fürsət verməyim. Çünki belə adamlar yalançı həvarilər, höqqəbaz işçilərdirlər ki, özlərini Məsihin həvarilərinə oxşadırlar. Bu da təəccüblü deyil. Çünki şeytan da özünü bir nur mələyinə oxşadır. Onun üçün də təəccüblü deyil ki, ona xidmət edənlər özlərini salihlik xidmətkarlarına oxşatsınlar ki, onların axırı əməllərinə görə olacaq. Cinə deyirəm, qoy heç kəs düşünməsin ki, mən ağılsızam. Lakin əgər belə dirsə də, məni ağılsız kimi qəbul edin ki, mən də biraz fəxr edim. Bu fəxrə görə dediklərimi Rəbbin deyəcəyi kimi yox, ağılsız biri kimi deyiləm. İndi ki, bir çoxları cismə görə fəxr edir, mən də fəxr edəcəyim. Çünki siz ağıllı olduğunuz halda ağılsızlara şadlıqla dözürsünüz. Çünki əgər kimsə sizi qul etsə, malınızı yesə, öz mənfəəti üçün sizdən istifadə etsə, özünü böyükləndirsə, üzünüzə vursa, onu dözürsünüz. Bunu xəcalətlə deməliyəm ki, biz zəif əməl etmişik. Amma kimsə nə ilə cəsur olsa, ağılsız kimi danışıram. Mən özüm də o qədər cəsuram. Aya onlar İbranidirlər, mən də İbraniyəm. Aya İsraillidirlər, mən də İsrailliyəm. İbrahimin nəslindəndirlər, mən də. Məsihin xidmətçiləridirlər, dəli bir adam kimi danışıram. Mən onlardan daha çox zəhmət çəkmişəm, daha çox zindanlarda olmuşam, sayısız hesabsız döyülmüşəm, çox vaxt da ölüm xətərinə düşmüşəm. 5 dəfə Yahudilərdən 40-dan bir əskik şallaq yemişəm. 3 dəfə dəyənəklə vurulmuşam, 1 dəfə daşa basılmışam, 3 dəfə gəmim sınıb, bir gecə, bir gündüz dərin dəhəzdə keçirmişəm. Çox dəfə səfərlərdə, çayların xətərlərində, oğruların xətərlərində, həmvətənlərimin xətərlərində, qeyri-yəhudilərin xətərlərində, şəhərin xətərlərində, çölün xətərlərində, dəhənzin xətərlərində, yalancı qardaşların xətərlərində, zəhmət və məşəqqətdə, çox dəfə də yuxusuz, aclıq və susuzluqda, çox dəfə də yeməksiz, soyuqluq və lütlükdə olmuşam. Eşikdə olan bu şeylərdən başqa hər gün məni əzən o fikirdir ki,
bütün kilisalar üçün çəkirəm. Kim zəif olur və mən zəif olmuram? Kim günaha düşür və mən içimdə yanmıram? Əgər fəxr etmək lazım gəlsə, zəifliyimi görsədən şeylərdə fəxr edəcəyəm. Rəbb İsa'nın atası o əbədi mütəbarək tarı bilir ki, yalan demirəm. Dəməşqdə Artas padişahın valisi, Dəməşqlilərin şəhərini güdürdü ki, məni yaxalasın. Mən də bir səbəd içində şəhərin duvarındakı bir pəncərədən indirilib onun əlindən qaçdım. Fəsil 12. Fəxr etmək faydalı olmasa da lazımdır. Lakin mən indi Rəbdən gələn röyalar və vəhiylərdən danışacağam. Məsihə aid olan bir adamı tanıyıram ki, 14 il bundan qabaq, bilmirəm bədəndə ya da bədəndən xaric tarı bilir, 3-cü göyə aparıldı. Və bilirəm ki, necə bu adam, bilmirəm bədəndə ya da bədəndən xaric tarı bilir, cənnətə aparıldı və deməməli sözlər eşitdi ki, onlardan danışmaq insana qədəğəndir. Belə bir adamın haqqında fəxr edə bilərəm. Lakin özüm haqqında, zəifliklərimdən başqa heç bir şeyə fəxr edə bilmərəm. Əgər mən fəxr etmək istəsəm də ağılsız olmaram, çünki həqiqəti demiş olaram. Amma ehtiyat edirəm ki, məbada kimsə mənim barəmdə məndən gördüyündən və məndən eşitdiklərindən artıq düşünsün. Cismimə də bir tikan sancılıb ki, vəhiylərin çox böyük olmasından kibirlənməyin. Şeytan mələyi ki, mənə əzab verib, qoymasın ki, mən özümü böyükləndirim. Bu barədə 3 dəfə Rəbbə yalvardım ki, onu məndən götürsün və Rəbb mənə dedi, mənim feyzim sənə bəsdir. Çünki mənim qüdrətim zəiflikdə kamilləşir. Buna görə daha çox öz zəifliklərimdə fəxr edəcəyəm ki, Məsihin qüdrəti məndə sakin olsun. Bu səbəbdən də Məsihin xatiri üçün zəifliklərə, təhqirlərə, ehtiyaclara, əzablara və çətinliklərə razıyam. Çünki zəif olduğum zaman qüvvətliyəm. Mən ağılsız olmuşam, siz məni buna məcbur etdiniz. Əslində, siz gərək məni tərifləyirdiniz. Çünki böyük sayılan həvarilərdən heç bir şeydə əskik deyildim. Hətta əgər heç sayılsam da. Doğru bir həvarinin əlamətləri sizin aranızda bütün səbrlə, əlamətlər, əcaiblər və möcüzələr vasitəsilə zahir oldu. Mən özümü sizə bir yük etmədim. Bundan başqa, məgər sizinlə elə bir rəftar oldu ki, güya o biri kilisalardan aşağısınız? Bu səhvim üçün məni bağışlayın. İndi bu 3-cü dəfədir ki, sizin yanınıza gəlməyə hazıram və sizə yük olmayacağam. Çünki sizin malınızı yox, özünüzü axtarıram. Çünki uşaqlar valideynlər üçün yox, valideynlər uşaqlar üçün mal-mülk yığmalıdırlar. Çox da şadlıqla sizin canınız üçün xərcləyib xərc olunacağam. Əgər mən sizi çox sevirəm, gərək sizin tərəfinizdən az sevilim. Qoy belə olsun. Özümü sizə yük etmədim. Kələkbaz olduğum bir adam üçün sizi hilə ilə ələ gətirmişəm. Məgər sizin yanınıza göndərdiyimlərin vasitəsilə sizdən öz mənfəətim üçün bir istifadə etdim. Titosa yalvardım, onunla bir qardaşla göndərdim. Məgər Titos öz mənfəəti üçün sizdən heç bir istifadə etdi? Məgər biz həmən ruhda, həmən qədəmlərdə rəftar etmədik? Bütün bu zaman, aya bunu düşünülmüşsünüz ki, biz sizin qabağınızda özümüzdən difa edirik? Biz tarının gözü qabağında Məsihə aid olan adamlar kimi danışırıq. Və bütün bunlar, ey sevgililər, sizi bina etmək üçündür. Çünki qorxuram ki, yanınıza gəldiyim vaxt sizi istədiyim kimi tapmayım. Siz də məni istədiyiniz kimi tapmayasınız.
Məbada ki, aranızda davalar, paxıllıq, hiddət, çəkişmə, iftiralar, qeybət, kibir və fitnələr tapın. Qorxuram ki, gəldiyim vaxt tarım məni sizin qabağınızda utandırsın və o adamlar üçün yas tutum ki, keçmişdə günaha batıb və etdikləri napaçlıq, zina və şəhvətdən tövbə etməyiblər. Fəsil 13. Bu üçüncü dəfədir ki, sizin yanınıza gəlirəm. Hər söz 2 və ya 3 şahidin ağzı ilə təsdiq olunacaq. İkinci dəfə orada hazır olarkən demişəm və indi də irəlidən qayıb olarkən keçmişdə günaha batanlara həm də sizin hamınıza deyirəm ki, əgər cinə yanınıza gəlsəm, heç kimi əsirgəməyəcəyəm. Ondan ötürü ki, Məsihin mənim vasitəmlə danışdığına dəlil axtarırsınız. O, sizin qabağınızda zəif deyil, lakin sizin aranızda qüvvətlidir. Çünki o, zəifliyi üçün çarmıxa çəkildi, lakin hələ də Tanrının qüdrəti üçün yaşayır. Biz də onda zəifik, lakin Tanrının sizdə olan qüdrəti üçün onunla yaşayacaq. Özünüzü imtihan edin. Görün aya imandasınız, özünüzü yoxlayın. Məgər dərk etmirsiniz ki, İsa Məsih sizdədir. Məgər bu ki, həqiqətən imtihanda mərdud olursunuz. Lakin ümid edirəm ki, bizim imtihanda mərdud olmadığımızı başa düşəcəksiniz. Amma Tanrıya dua edirik ki, səhv bir iş görməyəsiniz. Bunun üçün yox ki, biz haqlı görünək, bunun üçün ki, siz səhih olanı yerinə yetirəsiniz. Hətta əgər biz haqlı görünməyik. Çünki biz həqiqətin ziddinə heç bir iş görə bilmərik, ancaq həqiqətin yolunda görə bilərik. Çünki biz zəif, lakin siz qüvvətli olanda biz sevinirik. Dua da edirik ki, siz kamilləşəsiniz. Mən qayib ikən bunları ona görə yazıram ki, orada hazır olduğum zaman Rəbbim mənə verdiyi iqtidarı ilə sizinlə yıxmaq üçün yox, bina etmək üçün bərk rəftar etməyin. Nəhayət qardaşlar, sevinin, kamilləşin, təsəlli tapın, həmfikir olun, barış içində yaşayın və sevgi və barış tarısı sizinlə olar. Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Bütün müqəddəslər sizə salam göndərir.